cümlə üzvlərinin dostlar, bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna daşıyan sözə və yaxud da söz birləşməsinə cümlə üzvü deyilir. Cümlə üzvü deyilir. Cümlə üzvləri iki qrupa bölünür. Bir, baş üzvlər, bir də ikinci dərəcəli üzvlər. Baş üzvlərə uşaqlar baş üzvlərə testlərdə görə bilərsiniz, cümlənin qrammatik əsası da deyirlər. Qrammatik əsası. Bəzən testlərdə görə bilərsiniz, baş üzv deyir tapın. Bəzən də deyir ki, hansı cümlədə qrammatik əsaslar iştirak edib. Yəni yenə baş üzvləri tapırsınız. Yəni bunu iki adda da görsəniz, bu sizi çaşdırmaz. Baş üzvlər mübtəda və xəbərdir. İkinci dərəcəli üzvlər isə təyin, tamamlıq və zərflikdir. Təyin, tamamlıq və zərflikdir. İndi bayaq bir də bir şey demişdik ki, mübtəda, tamamlıq, bir də zərflik bir-birlərlə heç vaxt sintaktik əlaqədə olmur. Bunu əvvəlki dərsdə də vurğulamışdıq. Cümlə üzvlərinin quruluşca iki növü var. Sadə və mürəkkəb. Sadə cümlə üzvləri, yəni bunu görə bilərsiniz kitabda nitq hissəsindən ifadə olunanlar. Nitq hissəsindən ifadə olunanlar normal bildiyimiz, məsələn, Hüseyn dərsə qoşuldu. Kim dərsə qoşuldu? Hüseyn. Hüseyn burada sadə cümlə üzvü sayılır. Sadə nitq hissəsi başqa şeydir. Sadə söz başqa şeydir, sadə cümlə üzvü başqa şeydir. Məsəl üçün deyirəm ki, mən həyətdə oynayıram. Harada oynayıram? Həyətdə. Həyətdə deyirəm, sadə zərflikdir. Mürəkkəb cümlə üzvü isə söz birləşmələri ilə, tərkiblərlə ifadə olunur. Həmçinin mürəkkəb adlarla da ifadə oluna bilər. Bura qədər nəsə sualınız varsa verin. Yox. Sonra danışıram mübtədadan. Mübtəda cümlənin ən müstəqil üzvüdür. Haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Ən müstəqil üzvdür. Kim, nə, hara, bax bu haraya diqqət edin. Kim, nə, hara suallarından birinə cavab verir. Mübtəda adlı halda, yəni ümumi desə adlı halda olur. İfadə vasitələri isə isimlə, sifətlə, sayla, əvəzliklə, zərf, məstər, feil sifət, ümumi, yəni feil sifət tərkibi, məstər tərkibi ilə, ismi birləşmələrlə, birinci, ikinci, üçüncü növ təyini söz birləşmələrlə mübtəda ifadə oluna bilər. Məsəl üçün deyirəm, o məni aşağıda gözləyir. Nə edir gözləyir? Kim? O. Görürsünüz, burada əvəzliklə ifadə olunur. Məsələn, deyirəm, Ayla dərsə qoşuldu. Dərsə qoşuldu kim? Ayla. Burada isimlə ifadə olunur. Və yaxud da deyə bilərəm ki, körpə dayanmadan ağlayırdı. Dayanmadan ağlayırdı kim? Körpə. Burada sifətlə ifadə olunur. Mübtəda ilə bağlı sualınız mənə var? Buyurun. Yoxdur. Xeyr müəllimə. Sonra keçirəm. Diqqətlə qulaq asın. Burada əsas bunu testlərdə tapmaqdır. Qaydası rahatdır cümlə üzvlərinin, amma əsas gərək testdə tapasan. Sonra danışıram cümlənin baş üzvü və yaxud da qrammatik əsasından biri olan xəbərdən. Xəbər mübtədaya aid olan hərəkət və yaxud da hökmü bildirən baş üzvdür. Mübtədaya tabe olur, amma digər cümlə üzvlərini özünə tabe eləyə bilir. Sualları isə kimdir? Necədir? Nəçidir, haradadır, nə edir, nə edəcək, nə et. Bu tipli suallardan birinə cavab verir xəbər. İfadə vasitəsinə görə xəbərin iki növü var. Bir, ismi xəbər, bir də feili xəbər. Əgər xəbər isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə, məstər və feili sifət və yaxud da məstər tərkibi, feili sifət tərkibi ilə ismi birləşmələrlə ifadə olunarsa, biz buna deyirik ismi xəbər. Amma feilin şəkilləri, yadınızdadır, əmr, arzu, lazım, vacib, şərt şəklindən bunlarla ifadə olunarsa, plus frazeoloji birləşmələrlə ifadə olunarsa, biz buna deyirik feili xəbər. Məsəl üçün deyirəm ki, o çox gözəl qızdır. Bax, qızdır. Nədir? Qızdır. İsim xəbərdir. Amma mən sabah, məsəl üçün, gəzintiyə gedirəm. Bax, feilin şəkli də xəbər şəkli. Bu nədir? Feili xəbər. Aydın oldu ismi xəbərlə feili xəbərin fərqləndirilməsi. Bəli. Sonra, indi vacib qeydlər deyirəm sizə. Vacib məqamlar, feili xəbərlə bağlı ümumi olaraq vacib məqamları qeyd deyirəm. İstəsəz qeyd eləyin, istəsəz də onsuz da var. Uşaqlar, idi, imiş, isə hissəcikləri, idi, imiş, yəni köməkçi feilləri
İdi imiş ən çox da. Həm ismi xəbər mövqeyindən çıxış eləyə bilər, həm də feili xəbər mövqeyindən çıxış eləyə bilər. Necə baş verir? Əgər sifətə, saya, ismə, zərfə, məsdər tərkibinə, feili sifət tərkibinə və yaxud da məsdərə, feili sifətə, ismi birləşmələrə artırlarsa, ismi xəbər olur. Amma feilin şəkillərinə, feilin şəkillərini qəbul etmiş frazoloji birləşmələrə artırlarsa feili xəbərdir. Məsəl üçün deyirəm ki, imtahanda iştirak edən Tunar imiş. Bax, burada bəzən uşaqlar idini görən kimi tez deyirlər feili xəbərdir. Xeyr, bax, bu ismi xəbərdir. Amma bir dəfə deyirəm ki, o gecə-gündüz dayanmadan yazırdı. Bax, buradakı d artıq feili xəbərin göstəricisidir. Çünki ör var axı, zaman şəkilçisi var. Yəni, idi imiş həmişə ismi xəbər və yaxud da həmişə feili xəbər mövqeyində çıxış eləyir deyə bilmərəm. Görərsiniz ki, əgər adları artırlarsa ismi xəbər olur, feili artırlarsa feili xəbər mövqeyindən çıxış edir. Sonra danışıram. Bir də predikativ xəbərlər var. Yəni söz xəbərlər. Bu xəbərlər suala cavab vermirlər, bu sözlər. Heç bir suala cavab vermir, amma müstəqil şəkildə xəbər kimi götürülür. Hətta ismi xəbər mövqeyində. Məsəl üçün deyirəm, mənim 5 qələmim var. Bax, əslində suala cavab vermir də, buna niyə sual verim mən? Necə sualını vereyim? Var, nə sual verim buna? Nə? Yox. Amma mən bunu gördümsə, avtomatik götürürəm xəbər. Özdə ismi xəbər, feili yox ha. Məsəl üçün deyirəm ki, biri var idi, biri yox idi. Görsən, suala cavab vermədi. Avtomatik amma xəbər götürüldü. Var, mümkün, lazım, gərək, yox, bəs, bu tipli sözlər suala cavab verməsə də cümlədə gördünsə bunları avtomatik xəbər kimi götürürsən. Özü müstəqil, yəni özündən əvvəlki sözə tabi olsun, onunla birlikdə olsun, yox. Müstəqil şəkildə götürə bilərsiniz. Sonra keçirəm ikinci dərəcəli üzvlərimizə. Yəni təyin, tamamlıq və zərfliyə. Ən sadə variantda izah eləyəcəm. Təyin nədir? Cümlədəki isimlə və yaxud da ismi xüsusiyyətini daşıyan sözlərlə ifadə olunur təyin və belə deyək, mübtədənin, tamamlığın, ismi xəbərin qarşısında gələrək onu izah edir. Yəni belə çıxır ki, təyin mübtədəyə tabi ola bilər, tamamlığa tabi ola bilər və ismi xəbərə tabi ola bilər. İsmi xəbər gördünüzsə, bilin onun qabağındakı təyindir. Bəzən uşaqlar çaşırlar, zərflik götürürlər. Məsələn, deyirəm ki, gözəl qızdır. Uşaqlar deyirlər ki, müəllim, bu xəbərin qabağında gəlib də, mən bunu götürüm, gözəl sözünü zərflik götürüm. Yox, axı bu ismə tabidir. İsmə tabi olanda təyin götürmək olar. İsmi xəbərə tabi olarsa. Təyinin ifadə vasitələri də isim, sifət, say, əvəzlik, zərf, feili sifət tərkibləri, ismi birləşmələr, qoşmalı sözlər və yaxud da söz birləşmələri ola bilər. Təyinin sualları necə, nə cür, hansı, neçənci, neçə, nə qədər. Yəni belə deyim də, yadınızda saxlamaq üçün sifətlə sayın sualları təyinin suallarında cəmləşib. Necə qızdır, gözəl. Və yaxud da 5 kitabım var. Nə qədər kitabım var? 5. Mən burada 5 sözünü təyin kimi götürəcəm. Məsələn, oxuyan uşaq. Hansı uşaq? Oxuyan. Mən burada oxuyan sözünü təyin mövqeyində götürəcəm. Təyin. Sonra keçirəm tamamlığa. Tamamlıq, deməli, ismin hal şəkilçiləri qəbul edən sözlər tamamlıq mövqeyində çıxış edir. Ən birinci başda təsirlik gəlir. Yerlik, yönlük və çıxışlı halda olan sözlər tamamlıq mövqeyində çıxış edir. Bir də qoşmalı sözlər. Məsəl üçün, qələmlə yazdı. Nə ilə yazdı? Qələmlə. Bax, bunu da təyin götürürəm. Məsəl üçün, deyirəm ki, ayla aydanla getdi. Kim ilə getdi? Aydanla. Aydanla sözünü mən tamamlıq götürürəm. Yəni, qoşmalı sözlər var. Kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqqında, barəsində, nə barəsində. Bu tipli sözlər də tamamlıq mövqeyində çıxış eləmiş hesab olunur. Tamamlıqlarda bir də yadınızda saxlayın ki, amma bu yerlikdir, yönlükdür, çıxışlığın hara sualları var ha, haraya, harada, haradan. Bu zərfliyin suallarıdır. Yəni bir dənə yerlikdə kimə, nəyə, daha doğrusu yönlükdə kimə, nəyə, yerlikdə kimdən, nədə, çıxışlıqda kimdən, nədən sualları tamamlığındır. Təsirliyin isə kimi,
nəyi, haranı və haranı sualları tamamlığın sualları sayılır. Niyə? Çünki təsiri yal cümlədə yalnız və yalnız tamamlıq olur. Başqa cümlə üzvü vəzifəsinə çıxış edə bilməz. Suallarınız var, bura qədər verin. Nəsə, qaranlıq qalan məqam. Mən bir dənə o Sualım yox müəllimə. altındakı xətti yadıma saxlayam. Nəyi? Al xəttlərini. Xəttləri saxlayasan, ona hələ var, saxladacam, narahat olma. Elə qəşəng saxlayasan yadında. Sonra, zərflik. Mən bir şey deyə bilərəm. Ha, bəli. Elə cümlə olar ki, varı ayrı götürək, idini götürməyək ya da idini İdi ayrı onsuz da götürək. ayrı götürülmür. İdi özündən əvvəlki sözə və yaxud da söz birləşməsinə birləşir, bütövlükdə götürülür. İdini ayrıca aydın. xəbər kimi. O bayaq dediklərimiz var, bəs, gərək, mümkün, lazım. Bunlar ayrıca götürülə bilər. Amma idi, imişdi, bunlar heç vaxt ayrı götürülə bilməz. İsədir. Sonra zərfli feili xəbərə bəzi istisna hallarda ismi xəbərə də aid olub, onları izah eləyir. Müxtəlif cəhətdən izah eləyən ikinci dərəcəli üzvdür. Zərfliyin bir sıra məna növləri var. Tərzi hərəkət zərfliyi, sonra zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi və məqsəd zərfliyi. Bəzi kitablarda səbəblə məqsədi bir ayırır, ayrı-ayrı verir, səbəb ayrı, məqsəd. Bəzilərində də səbəb, məqsəd bir götürülür. Bu sizi çaşdırmasın. Uşaqlar, tərz hərəkət zərfliyi nədir? Hərəkətin tərzini bildirir. İş və yaxud da hərəkətin icra tərzini bildirir. Necə, nə cür, nə tərzdə, nə vəziyyətdə, nə şəkildə suallarının birinə cavab verir. Tərz hərəkət zərfi, məsələn, deyirəm, cəsarətlə danışdı. Necə danışdı? Cəsarətlə. Necə danışdı? Cəsarətlə. Və yaxud da igidcəsinə vuruşdu. Necə vuruşdu? İgidcəsinə. Həmçinin feili bağlama tərkibləri cümlədə yalnız feili bağlama və feili bağlama tərkibləri cümlədə yalnız zərflik mövqeyində çıxış edir. Bunu da yadınızda saxlayın. Yəni digər cümlə üzvlərini feili bağlamanın digər cümlə üzvü vəzifəsində götürməyin. Götürsəz testdə səhv çıxacaq. Məsəl üçün deyirəm ki, o dayanmadan çalışırdı. Necə çalışırdı? Dayanmadan. Burada feili bağlama ilə ifadə olunur. Zaman zərfliyi. Hərəkətin baş verdiyi iş və yaxud hərəkətin baş verdiyi zamanı bildirir. Nə vaxt, nə zaman, haçan suallarından birinə cavab verir. Məsələn, dünən bizdə idi. Nə zaman? Dünən. Səhər saat 5-də görüşərik. Nə zaman? Saat 5-də. Bunlar zaman zərflikləridir. Yer zərflikləri isə hərəkətin baş verdiyi, iş və yaxud hərəkətin baş verdiyi yeri, istiqaməti, başlanğıc nöqtəni və yaxud da son nöqtəni bildirir. Haraya, harada, haradan, hara ilə, nə, hara üçün, məsələn, bu tipli suallardan birinə cavab verir yer zərfliyi. Yer zərfliyində nələr aiddir? Yer məkan anlayışı bildirə biləcək isimlər, yer zərflərinin özləri bula qrupa aiddir. Məsələn, atam bağda dayanmadan işləyir. Harada işləyir? Bağda. Mən məktəbə gedirəm. Haraya gedirəm? Məktəbə. İrəlidə, məsəl üçün, təhlükə var. Harada? İrəlidə. Bunlar yer zərfləridir. Kəmiyyət zərfləri isə iş və yaxud hərəkətin miqdarını, kəmiyyətini bildirir, dərəcəsini. Nə qədər, nə dərəcədə suallardan birinə cavab verir. Məsələn, o çox çalışdı. Necə çalışdı? Çox. Nə qədər çalışdı, daha doğrusu çox. Miqdar bildirdi də. Çox danışır. Nə qədər danışır? Çox. Səbəb məqsəd zərfliyi isə səbəb zərfliyi iş və hərəkətin səbəbini bildirir. Məqsəd zərfliyi isə qarşıda olan məqsədi. Məsəl üçün deyirəm ki, ali məktəbə daxil olmaq üçün gecə-gündüz çalışır. Məqsədi var da qabağında. Məqsəd nədir? Ali məktəbə daxil olmaq. Amma deyirəm, məsələn, dişi ağrıdığı üçün gecəni yatmamışdı. Nə səbəbə gecəni yatmayıb? Dişi ağrıyıb da ona görə. Səbəb zərfliyinə məqsəd zərfliyini bəzən uşaqlar qarışdırırlar. Bir dənə yadınızda saxlayın ki, səbəb zərflikləri nə səbəbə sualına cavab verir? Məqsəd zərfliyi isə nə məqsədlə sualına cavab verir? Bir də əgər mat plus qoşmalı sözlərlə ifadə olunarsa, bu məqsəddir. Feil sifətin belə bir şəkilçisi var. Dıq üstə gələk mənsubiyyət. Plus qoşmalı sözlərlə ifadə olunarsa, onda səbəbdir. Məsələn, ayağı qırıldığına görə, görürsünüz, qırıldığına görə idmanda iştirak eləyə bilmədi. Bir də var, deyirəm ki, məsələn, 9-cu sinifi əla qiymətlərlə bitirmək üçün indi əziyyət çəkir.
bitirmək üçün. Aydın oldu? Bəli. Fərqləndirilir. Aha. Sonra bir də hara sualı ilə bağlı qeydlərimi də verim, yekunlaşdıraq. Deməli dostlar, hara həm mübtədanın sualı ola bilər, həm də yer zərfliyinin sualı ola bilər. Bax, buna bir dənə diqqətlə qulaq asın. Hara həm mübtədanın sualı ola bilər. Bunu qayda PDF-in arxasında da yazmışam, sonuncu səhifəsində. Həm mübtədanın sualı ola bilər, həm yer zərfliyinin sualı ola bilər. Fərqləndirməyin bir dənə sadə yolu var. Əgər hara sualına cavab verən sözə yönlük hal şəkilçisini artıra bilirəmsə və cümlənin mənası itmirsə, zərflikdir. Amma yox, artıra bilmirəmsə, cümlənin mənası itir, onda mübtədadır. Məsəl üçün, deyirəm ki, bura çox gözəl yerdir. Bir də var ki, siz bura gəlin. İndi gəlin, hər ikisi hara sualına cavab verir də. Bəzən götürərsiniz mübtəda. Deyirsiniz mübtədəli, bəzi uşaqlar da deyir zərflikdir. İndi gəlin, buraya çox gözəldir deyə bilirəm. Xeyr, deyə bilmirəm. Xeyr. Deməli, bu mübtədadır. Çünki bura ancaq hara sualını verə bilirəm. Amma siz buraya gəlin deyə bilərəm. Bəli, deyə bilərəm. Deməli, buradakı hara sualı isə zərfliyin sualıdır. Aydın oldu? Bəli. Bəli, müəllim. Başa düşdünüz? Yəni, hara sualına cavab verin cümlə üzvünə 2 dəfə diqqət edin. Yer zərfliyi də ola bilər, mübtəda ola bilər. Bir də hara ilə bağlı qeydlərimi də deyim. Haranın sualı yalnız haranın sualı yoxdur. Ayrılıqda belə bir sual yoxdur cümlə üzvlərinin içərisində. Haranı sualı, çünki yiyəlik hal müstəqil şəkildə cümlə üzvü ola bilmir. Ola bilsə belə ancaq xəbər mövqeyində. Haranın sualı tamamlığın sualıdır. Haraya, harada, haradan sualı isə yer zərfliyinin sualıdır. Haradan. Bu suallar isə yer zərfliyinin suallarıdır. Harada bayaq da dediyim kimi mübtədanın və zərfliyin ola bilər. Əgər yönlük halın şəkilçisini qəbul edib həmin söz, hara sualına cavab verən söz yönlüyü qəbul edirsə zərflikdir. Qəbul edə bilmirsə mübtədanın sualına cavab verir.